Salamlar. Sanitar qovşağınızı yeniləmək fikriniz var, amma pissuar seçmək və quraşdırmaq məsələsi sizi biraz düşündürür. Heç narahat olmayın. Bugün biz bütün bu prosesi addım-addım o qədər sadələşdirəcəyik ki, bütün suallarınıza cavab tapacaqsınız. Yaxşı, gəlin başlayaq. Ümumiyyətlə, niyə məhz pissuar? Hər şeydən əvvəl suya qənaət edir. Adi unitazla müqayisədə fərqi hiss edəcəksiniz. İkincisi, yerdən qənaət. O qədər kompaktdır ki, ən balaca sanitar qovşağına belə rahatlıqla yerləşir. Üstəlik, daha gigiyenikdir və inanın ki, istənilən məkana çox müasir bir görünüş verir. Ağıllı seçimdir, elə deyilmi? Bugün nələrə baxacağıq? Planımız belədir. Əvvəlcə düzgün pissuarı, sonra ona uyğun su kranını və sifonu seçəcəyik. Sonda isə bütün bunları necə səliqəli şəkildə quraşdırmaq lazım olduğunu öyrənəcəyik. Elə isə vaxt itirmədən başlayaq. Deməli, ilk və ən vacib qərarımız pissuarın özünü seçməkdir. Baxın, bu seçim sonraki bütün addımlara birbaşa təsir edəcək. Ona görə də gəlin bu mərhələyə xüsusi diqqətlə yanaşaq. Qarşımızda iki əsas variant var. Divardan asılan və döşəməyə qoyulan. Divardan asılan modellər daha müasir və estetik görünür. Həm də döşəmədən hündürdə olduğu üçün altını təmizləmək çox asandır. Amma bir şərti var. Divarınızın möhkəm olması mütləqdir. Döşəmə modelləri isə daha klassikdir. Quraşdırılması bir qədər sadədir və adətən ictimai məkanlarda daha çox rast gəlinir. Bəzən onların daxilində hazır sifon da olur ki, bu da işinizi yüngülləşdirir. İndi isə keçirik ikinci vacib elementə, su kranına. Bu sadəcə suyu buraxan bir detal deyil, həm gigiyenanı təmin edən, həm də suya qənaət etməyimizə kömək edən bir idarə etmə sistemidir. Və burada əsas sual yaranır. Bizə klassik əllə basılan düyməli sistem daha uyğundur, yoxsa tamamilə avtomatik işləyən sensorlu sistem? Gəlin onların fərqlərinə birlikdə baxaq. Gəlin müqayisə edək. Bir tərəfdə ənənəvi düyməli kranlar var. Qiymətləri daha münasibdir və quraşdırmaq da asandır. Sadəcə su borusuna qoşursunuz. Amma gigiyena baxımından təmas tələb edir. Digər tərəfdə isə sensorlu kranlar. Bunlar tamamilə tamassız işləyir. Bu da gigiyena üçün əladır. Həm də yalnız istifadə ediləndə suyu axıtdığı üçün israfın qarşısını alır. Lakin ilkin qiyməti biraz daha yüksəkdir və quraşdırmaq üçün həm su, həm də elektrik bağlantısı lazımdır. Yəni seçim büdcəniz və prioritetləriniz arasındadır. Növbəti detalımız çox kiçik görünsə də əslində həyati əhəmiyyət daşıyır. Söhbət sifondan gedir. Bu balaca qurğu sanitar qovşağınızı kanalizasiyadan gələn bütün xoşagəlməz qoxulardan qoruyan bir qalxan rolunu oynayır. Bəs sifon bunu necə bacarır? Prinsipi əslində çox sadədir. Onun əyri forması imkan verir ki, içərisində həmişə bir miqdar su qalsın. Bax bu su kilidi deyilən bir baryer yaradır və kanalizasiya qazlarının borulardan geri qayıdıb otağa yayılmasına imkan vermir. Sanki qoxular üçün bağlı bir qapıdır. Sifonu quraşdırmaq üçün iki yol var. Açıq və gizli. Açıq quraşdırmanın üstünlüyü praktik olmasıdır. Sifon göz qabağında olduğu üçün ona qulluq etmək, təmizləmək çox asandır. Gizli quraşdırma isə daha çox estetika üçündür. Hər şey divarın içində gizlədilir, ortaya səliqəli bir mənzərə çıxır. Amma unutmayın, gələcəkdə hər hansı bir problem yaranarsa, ona əl çatdırmaq biraz çətin olacaq. Material seçiminə gəldikdə isə iki populyar variantımız var. Plastik və metal. Plastik sifonlar paslanmır, içərisi hamar olduğu üçün tıxanma ehtimalı azdır və qiyməti də münasibdir. Metal sifonlar isə daha möhkəmdir və xüsusilə də sifonunuz göz önündə olacaqsa çox cəlbedici görünür. Sadəcə nəzərə alın ki, zamanla nəm təsirindən koroziyaya uğraya bilər. Beləliklə, bütün hissələri seçdikdən sonra gəlib çatdıq ən maraqlı mərhələyə, quraşdırma prosesinə. Gəlin bu addımları izləyək və işi səliqəli şəkildə həll edək. İşə başlamazdan əvvəl əmin olun ki, bu alətlər əlinizin altındadır. Drill, səviyyə ölçən, yəni uravin, ruletka, açar dəsti, marker, birləşmələri kip etmək üçün fum lenti və əlbəttə ki, su sızmasının qarşısını almaq üçün silikon, yaxşı hazırlıq, uğurun yarısıdır. Quraşdırmada ən vacib məqamlardan biri hündürlükdür. Baxın, burada bir qızıl standart var. Pissuarın yuxarı kənarının döşəmədən 65 sm hündürlükdə olması tövsiyə edilir. Bu, orta boylu insanlar üçün ən rahat məsafə sayılır. Amma təbii ki, siz bunu öz ehtiyaclarınıza görə tənzimləyə bilərsiniz. Gəlin prosesi addım-addım izləyək. Birinci, divarı düzgün hündürlükdə nişanlayırıq. İkinci, diqqətlə deşikləri açır və kranşteynləri yerləşdiririk. Üçüncü, sifonu həm pissuara, həm də kanalizasiya borusuna qoşuruq. 4. Pissuarı ehmalca kranşteynlərin üzərinə asırıq. 5. Su borusunu birləşdiririk. Və nəhayət 6-cı addım. Hər şeyin düz olduğundan əmin olduqdan sonra bütün qaykaların möhkəm sıxırıq və sistemi su sızmasına qarşı yoxlayırıq. Unutmayın, bu işdə dəqiqlik çox vacibdir. Və sizə bir usta məsləhəti.
Suyu pissuara qoşmaq üçün heç vaxt elastik şlanqlardan istifadə etməyin. Bəli, onlarla işləmək asandır, amma etibarlı deyil. Bunun əvəzinə sərt metal və ya plastik borlar seçin. Onlar həm daha uzun ömürlüdür, həm də su təzyiqini sabit saxlayır və sizi gələcək problemlərdən qoruyur. Bu kiçik detal həqiqətən də böyük fərq yaradır. Bütün bu məlumatları nəzərdən keçirdik. İndi isə gəlin əsas məqamları bir daha xatırlayıb, yekun qərarı necə verəcəyimizi müəyyənləşdirək. Beləliklə, nəyi yadda saxlamalıyıq? Pissuar növünü məkanınıza görə seçin, su kranını seçərkən gigiyena və büdcənizi balanslaşdırın, düyməli yoxsa sensorlu, sifonun materialını isə onun görünüşünün sizin üçün nə qədər önəmli olduğuna görə təyin edin və ən əsası, quraşdırma zamanı hər addımı diqqətlə edin ki, sonra heç bir sızma problemi yaşamayasınız. Artıq bütün lazımi məlumatlara sahibsiniz. İndi əsas sual budur. Sanitar qovşağınıza həm funksionallıq, həm də müasirlik qatmağa hazırsınızmı? Düşünürəm ki, artıq cavabınız bəllidir.